Tanınmış aparıcı Xoşqədəm Hidayət qızının ilk evliliyindən olan oğlu Zaur Qocayev TikTok'da etdiyi son canlı yayımı ilə sosial medyanın gündəmini alt-üst edib. İzləyicilərinin şəxsi həyatı və ailəsi ilə bağlı suallarını cavablandıran Zaur, bu dəfə heç kimin gözləmədiyi qədər səmimi və kədərli məqamlara toxunub. O, uşaqlığından bu günə qədər onu kimin böyütdüyünü və həyatındakı ən dəyərli insanın kim olduğunu açıq şəkildə bəyan edib. Zaur Qocayev canlı yayımda bildirib ki, onu bu yaşa qədər böyüdən, tərbiyə verən və hər çətinliyinə qaçan anası yox, nənəsi olub. Onun "mənim üçün nənəm anamdan da əzizdir" sözləri izləyicilər arasında böyük müzakirələrə səbəb olub. Zaur bu mövzunun onun üçün nə qədər həssas olduğunu vurğulayaraq, artıq nənəsi ilə bağlı sualları cavablandırmayacağını deyib. Bu mövzulara toxunanda istər-istəməz pis oluram, duyğulanıram deyən Zaur, ailə daxili bu məsələlərin artıq onun peşəkar iş həyatına da mənfi təsir etdiyini etiraf edib. "İşdə mənə xəbərdarlıq etdilər. Məlum olub ki, gənc Zaurun yaşadığı bu daxili sarsıntılar onun iş fəaliyyətində də diqqətdən yayınmayıb. O, bir neçə gün əvvəl iş yerində rəhbərlikdən xəbərdarlıq aldığını bildirib. Mənə dedilər ki, Zaur bəy, yaxşı deyilsiniz, fikriniz başqa yerdədir. İşə gedərkən nənəsi ilə bağlı mövzuları düşünməyin onu fikirlərdən uzaqlaşdırdığını deyən Zaur, ona hörmət edən insanlardan bu mövzunu bir daha açmamağı xahiş edib. Hazırda əmlak agenti, makler kimi fəaliyyət göstərdiyi bildirilən Zaur, hər kəslə ünsiyyətinin olduğunu, lakin həyatında müəyyən sərhədlər qoyduğunu qeyd edib. "Alnım açıq, üzüm ağdır. Yaxından tanıyanlar nənəmin mənim üçün kim olduğunu yaxşı bilirlər" deyən Zaur, anası Xoşqədəm Hidayət qızı ilə münasibətlərinə birbaşa toxunmasa da nənəsinə olan bağlılığını hər şeydən üstün tutduğunu nümayiş etdirib. Xatırladaq ki, Xoşqədəm Hidayət qızı daha əvvəlki müsahibələrində oğlu Zaurla bağlı danışarkən, onun uşaqlıq illərində bəzi çətinliklər yaşandığını və atasının uşağı atasına ver şərtini qəbul etmədiyini bildirmişdi. Lakin Zaurun bu son nənə çıxışı ailə daxilindəki gizli qalan məqamlar barədə yenidən suallar yaradıb.